وَأَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدْعُوا مَعَ اللَّهِ أَحَدًا. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya'i vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri. Vahlul ugdeten min lisani yefkahu kavli. Allahümme allimna ma yenfa'una. وانفعنا بما علمتنا وزدنا علما وأصلح لنا شأننا كله ولا تكلنا إلى أنفسنا طرفة عين. Değerli, kıymetli kardeşler, əziz cemaat, hörmətli böyüklər, ağsaqqallar, aləmlərin Rəbbi olan Allaha sonsuz həmd sənalar olsun. Onun sonuncu Peyğəmbəri Muhammed sallallahu aleyhi və səlləmə, onun ailəsinə, sahabələrinə, əhli beytinə və qiyamət gününə dək onlara gözəl şəkildə tabi olanlara Allahın salavatı, salamı, xeyir duası, bərəkəti olsun. Həmd olsun uca Allaha, Allah Teala bizləri elm məclisində cəm edib topladı. Həqiqətən də insanın elm öyrənməsi, ömrünü, həyatını, vaxtını, malını, mülkünü elmə sərf etməsi Allah yanında ən qiymətli, ən dəyərli ibadətlərdən, əməllərdən sayılır. Allah Teala bizlərə elmimizin artması üçün ona dua etməyimizi buyurur. Resulü Musa aleyhisselamın dili ilə bizə öyrədir ki, Allahım, mənim elmimi artır deyə ona dua edək. Və qur Rabbi zidni ilmən. Bu elmin məclisləri dünyadakı ən dəyərli, ən qiymətli məclislərdir. Cənnət bağçalardır elm məclisləri. Allah Resulü Muhammed sallallahu aleyhi və səlləm buyurur. Bu elmin məclisləri Allahın rəhmətinin, əminamanlığının, sükunətinin, rahatçılığının nazil olduğu məclislərdir. Allah Resulü Muhammed sallallahu aleyhi və səlləm buyurur. Elm məclisləri mələklərin gəlib iştirak etdikləri, qanadları ilə düz səmaya qədər əhatəyə aldıqları məclislərdir. Allah Teala elm məclisində oturanları bağışlayır, onları əfv edir. Onların adların səma əhlinin yanında çəkir. Kim elm öyrənmək üçün gəlirsə, uca Allah ona cənnətə gedən yolları asan, rahat eləyir. Hamısı bunlar, mühtərəm qardaşlar, elm məclislərinə cəm olub, toplanıb. Ona görə də hər birimizin həyatında çalışdığı qədər elmə vaxt ayırmalıdır. Onun sabit qalmağında əsas 3 səbəbdən biridir. Alimlər buyururlar ki, insan bu 3 əmələ riayət edən zaman dində sabit qalır, möhkəm olur, imanı daima yüksək olur. Bu 3 əməl gərək 3'ü də eyni anda olsun. Əgər ikisi olub, biri olmasa, insan zəifləyəcək, imanı azalacaq. Ən birinci, məscidlərə gəlib cəmaat namazlarında iştirak etmək. Namazı cəmaatla birlikdə məscidlərdə qılmaq. İnsanın imanını artırır, dində onu möhkəm edir. Sonra xeyirxah, əməl-i salih insanlar ilə oturub durmaq. Sənə Allahı zikr etməkdə köməklik edən insanlar ilə oturdur. Kişi dostunun dinində olur. Əgər yaxşı, dinində möhkəm, salih insanlarla oturub dursa, Allah Teala'nın müvəffəqiyyəti ilə o sabit qalır, imanı güclü olur. Amma Allah korusun, pis insanlarla, yaramaz adamlarla oturub dursa, imanı zəifləyəcək və ibadətdən və itaətdən yayılacaq. Demək, imanın artması üçün əməl-i salih dostlar şərtdir. Üçüncü isə elm məclislərində iştirak etmək. Elm məclislərində iştirak etmək, elm öyrənmək. Allah Teala bizə hər gün dolu bütöv bir gün bəxş edir. 24 saat hər gün. Onun içərisində bizim namazlarımızın vaxtları var, bizim dincəlməyimiz var, bizim ruzi qazanmağımız var, bizim yatıb dincəlməyimiz, hər şey var. Eləcə də o bir gün içərisində hər birimiz vaxt ayırmalıyıq. Bacardığın qədər 1 saat, saat yarım elmlə məşğul olmaq. Kitab bacarırsan, kitab oxu, dərsə bacara bilsən, dərsə qulaq as.
Amma hər gün elmdən pay olsun. Yoxsa insan Allah qorusun zəifləyər və bu zəifləməyi onu azmağa gətirib çıxara bilər. Möhtərəm qardaşlar, bizlər böyük alim Şeyx Muhammed ibn Abdülvahhab ibn Süleyman Ət-Təmimi rahimehullahın Usulü Sittə kitabını oxuyurduq. 6 əsas, 6 qayda böyük alimlərin şərhləri, izahları ilə. Keçən dərslərimizdə bizlər öyrəndik ki, bu dinin ən birinci əsası Allah ilə ixlaslı olmaqdır. Allah ilə səmimi olmaqdır. İbadətləri Allah üçün etməkdir. Bütün növlərin, ibadətlərin, aləmlərin Rəbbi olan Allaha yönləndirməkdir. Ona heç bir şeyi şərik qoşmamaq. Şirkdən, ona aparan əməllərdən uzaq durmaq. Allah Teala tövhidi bizə o qədər çoxlu ayələrdə əmr edib ki, tək ona ibadət edib ona heç bir şeyi şərik qoşmamaq. Alimlər buyururlar ki, Quran-ı Kərimin 1/3, yəni 2000-dən çox ayə tək Allaha ibadət etməkdən bəhs edir. Şirkdən uzaq olmaqdan, şirkin ən böyük günah olmağından danışır. Qalan 2/3 ayə isə tövhidə dəlalət edir, ona göstərir. Ona istiqamətləndirir. Bu dinimizin ən birinci əsasıdır. Mütləq bu əsas olmalıdır. Əgər Allah qorusun bu əsas olmasa, İnsan nə ibadətlər eləyirsə eləsin, nə xeyirxah işlər görürsə görsün, ona faydası, ona xeyri olmayacaqdır. İkinci əsas isə Allah Teala bizlərə onun dinində cəmaat olmağı əmr edir. Cəmaat olmağı əmr edir və firqələrə bölünüb parçalanmağı bizlərə haram və qadağan edir. Allah Teala bunu bizlərə çox gözəl şəkildə başa düşüb dərk eləyəcəyimiz qaydada Quran-ı Kərimdə və Rasul sallallahu aleyhi və səlləmin səhih sünnəsində izah edir, açıqlayır. Bizə nəsiyyət eləyir ki, əvvəlkilərin parçalanıb məhv olduqları kimi sizlər də parçalanıb məhv olmayın. Bunu bizə Allah Teala üzərində dayanır. Başa salır ki, sizdən əvvəlkilərin məhv olma səbəbləri, həlak olma səbəbləri onların firqələrə bölünüb parçalanmasıydı. Və Allah Subhanahu və Teala müsəlmanın bu işdə nə qədər ciddi və nə qədər ehtiyatlı olmağını bizə xatırladır. Həmçinin firqəçiliyə, ayrılmağa aparan səbəbləri də bizə qadağan edir. Dəyərli qardaşlar, Şeyx Muhammed ibn Salih Əl-Useymin rahimehullah bu aslı, bu əsası şərh edərkən deyir ki, Allah Teala cəmaat olmağı əmr edir və firqələrə bölünüb parçalanmağı qadağan edir. Ona görə ki, bu dinin əsasıdır. Dinin üzərində dayandığı ən mühüm məsələlərdən biridir. Allahın dinində cəmaat olmaq və firqələrə bölünüb parçalanmamaq. Allah Teala bu haqda bizə Quran-ı Kərimdə çoxlu ayələrdə danışır. Həmçinin Muhammed sallallahu aleyhi və səlləm. Uca Allah buyurur: "Ya eyyuhellezine amenu tequllaha hakka tuqatihi və la temutunne illa və entum muslimun." Ey iman gətirənlər, Allahdan ona layiq olan tərzdə qorxun və ancaq müsəlman olduğunuz halda bu dünyadan köçün. "Va'tasimu bihablillahi cemi'an və la teferraqu." Allahın ipindən hamılıqla möhkəm yapışın və firqələrə, qruplara bölünüb parçalanmayın. وَذْكُرُوا نِعْمَةَ اللّٰهِ عَلَيْكُمْ. Allahın sizə olan nemətlərini xatırlayın. Demək, cəmaat olmaq nemətdir. Mehribansılıq nemətdir. Eləcə də qruplaşmalardan, firqələrə bölünməkdən uzaqlaşmaq da özü bir nemətdir. İz kuntum a'daen, siz bir vaxt düşmən idiniz. Fəəlləfə beynə qulubikum. Allah Teala sizin qəlblərinizi birləşdirdi. Hamımız ayrı-ayrı ailələrdənik. Ayrı-ayrı nəsillərdənik. Bizi birləşdirən, bizi bir yerə toplayan Allah Subhanahu və Teala'nın ən böyük neməti olan din nemətidir. Hətta xasiyyət yönündən də fərqliyik. Birimiz şən, zarafatçıl, birimiz biraz ciddi, birimiz ola bilsin biraz qəzəbli, birimiz istiqanlı, birimiz soyuqqanlı. Lakin biz bir yerə toplaşanda bizi bir yerə cəm edən nədir? Allah Teala'nın dini. Allah Teala bu səbəblə bizi öz dinində birləşdirir.
فَأَصْبَحْتُمْ بِنِعْمَتِهِ إِخْوَانًا. Siz Allah'ın nimeti sayesinde kardeş oldunuz. Sonra Allah Teala buyuruyor ve kuntum ala şefa hufratin minen nari fe engazakum minha. Siz odlu bir uçurumun kənarındaydınız. Hamı cahilliğimizi o şekilde vəsf edirik. Çox təhlükəli bir həyat yaşayırdım. Uçurumun qırağındaydım, artıq məhv olub gedirdim. Allah məni xilas etdi. Necə ki uca Allah buyurur fe engazakum minha. Allah sizi oradan xilas etdi. كَذَٰلِكَ يُبَيِّنُ اللّٰهُ لَكُمْ آيَاتِهِ لَعَلَّكُمْ تَهْتَدُونَ. Allah Teala size ayetlerin belə izah edir ki, bəlkə siz hidayət olasınız. Bu ayə mühümdür. Cemaat olmağın vacibliyi, qardaşlığın, mehribançılığın vacibliyi və eləcə də firqələrə bölünüb parçalanmağın nə qədər böyük günah olması. Sonra uca Allah buyurur: وَلَا تَكُونُوا كَالَّذ۪ينَ تَفَرَّقُوا وَاخْتَلَفُوا مِنْ بَعْدِ مَا جَاءَهُمُ الْبَيِّنَاتِ. Sizlər hak onlara gəlib çatdıqdan sonra parçalanıb bölünən şəxslər kimi olmayın. وَاُولَٰئِكَ لَهُمْ عَذَابٌ عَظِيمٌ. Onlara əzəmətli əzab vardır. Yəni insanlar nə zaman parçalanır qardaşlarım? Nə zaman firqələr yaranır? Haqqa müxalif olanda. Doğru yol var, doğru əqidə var, doğru mənhəc var. Bunu qəbul eləyib, buna sarılan insanlar cemaat olur, qardaş olur, mehribandır və bölünüb parçalanmırlar. Amma kim bu bəyyinət, yəni haqq yola, doğru əqidəyə, doğru mənhəcə müxalif olursa artıq onlar parçalanmış sayılır. Artıq onlar haqq yoldan uzaqlaşmış sayılır və cemaat da sayla deyil. Cemaat, yəni onlar 500 nəfərdir, biz 5 nəfərik, onlar cemaatdır. Xeyr. Hətta bir nəfər olsan belə sən Quran, sünnə, səhabələrin yolu üzərindəsənsə cemaat sənsən. Cemaat sənsən. Yoxsa o Quran, sünnə, səhabələrin yoluna müxalif olub getmək say çox olsa belə cemaat olmaq sayılmır. Allah Teala buyurur: وَلَا تَنَازَعُوا فَتَفْشَلُوا وَتَذْهَبَ رِيحُكُمْ. Çox mühtəşəm bir ayədir. Deyir ki, dartışmayın. Biri-birinizlə çəkişməyin. İxtilafa getməyin. Yoxsa gücdən düşər və o qədir qiymətinizi itirərsiniz. Zəifləyər və gücdən düşərsiniz. Qədir qiymətiniz, hörmətdən düşərsiniz buyur Allah Subhanahu taala. Demək, insanı ən çox zəiflədən, onu hörmətdən salan, onun gücünün, qüvvəsinin getməyinə səbəb olan daima onun mübahisələrdə, tartışmalarda olmasıdır. Ancaq görürsən ki, kim nəsə tartışır, kim nəsə ixtilafdadır, kim nəsə mübahisə edir və s. Halbuki dinin asılıdır, dinin əsasıdır ixtilafları, tartışmaların, mübahisələri tərk etmək. İmam Əhməd rahimehullah deyir ki, biz dinin əsasını bu şəkildə başa düşürdük. Bidətdən və bidət əhlindən uzaq olmaq, bir də kimləsə mübahisə edib tartışmamaq. Beləcə salamat qalırdıq. Beləcə salamat qalırdıq. Allah Subhanahu taala qadağan edir cədəlləşməyi, mübahisə eləməyi, tartışmağı, kimləsə, hətta elmli şəxs olsa belə. Muhammed sallallahu əleyhi və səlləm buyurur ki, kim Allah rızası üçün olan elmi gedib öyrənir ki, gələndən sonra kimlər necə tartışacam, debat eləyəcəm, mübahisə və s. o şəxs cənnətin ətrin belə duya bilməz. Nəinki cənnətə daxil olmaq, heç onun ətrin belə duya bilməz. Çünki o elmi niyə öyrənib? Cənnətlik olan elmi niyə öyrənib? Gedim tartışım, mübahisə eləyim, ay nə bilim filan firqəni sussurum, filan firqəni yerinə otuzdurum və s. Xeyr. Sən əlhəmdülillah elm öyrəndikdən sonra doğru əqidəni, doğru dini, doğru mənhəci keç, başa sal, Allahın izahı oradan öz payını götürəcək. Səmimi gələn şəxslə isə görürsən ki, gəlir, maraqlanır. Həqiqətən maraqlanmağa gəlir. İbadətlə, əqidinlə, mənhəclə, dinlə oturub ona gözəl şəkildə danışmaq. Allah Subhanahu taala buyurur ki, Rəbbinin yoluna hikmətlə və gözəl öyüd nəsihətlə dəvət et. Və mübahisə edəndə də yaxşı şəkildə mübahisə edir. Bu kimə aiddir? Səmimi qəlbdən gəlib, oturub haqqı bilmək istəyənə. Yoxsa məsələn, onlar 5 nəfər, biz 5 nəfər oturaq, moderator olsun, bir nəfər aparıcı olsun.
döyüşə və s. heç vaxt qardaşlarım orada bərəkət olmayacaq. Heç vaxt orada da haqq üzə və meydana çıxmayacaqdır. Yenə Allah subhanahu və teala buyurur: İnnellezîne ferragu dinahum və kânû şi'an leste minhum fi şey'in. Dinlərini deyir parçalayıb və firqələrə bölünən şəxslər onlardan sənə heç nə aid deyil artıq. Yəni Allah Teala onların o əməlini qınayır və bil ki, sən onlara görə məsuliyyət daşımırsan. Allah Teala buyurur ki: "Şer'a lekum mined-din ma vassa bihi Nuhan vellezîne awhayna ileyke ve ma vassayna bihi İbrahim ve Musa ve İsa en aqimud-din ve la teftariqu fihi." Möhtəşəm bir ayədir. Allah Teala buyurur ki, Allah Teala necə ki Nuh'a din vəsiyyət etdi, əmr etdi və ondan sonra gələn peyğəmbərlərə, İbrahimə, Musaya, İsa'ya, sənə də o şəkildə Allah Subhanahu taala din əmr etdi, tövsiyə etdi. Nə idi o dinin adı? En aqimud-din ve la teteferraku. Bu dini düzgün şəkildə yaşayın və firqələrə bölünüb parçalanmayın. Subhanallah. Yəni, dini düzgün şəkildə yaşamaq və firqələrə bölünüb parçalanmamaq. Kəbura aləl müşrikinə mə təd'uhum ileyhi. Sizin bu dəvət etdiyiniz şey o müşriklərə ağır gəldi. Allahu yectebi ileyhi mə yeşâ'u və yehdi ileyhi mən yunib. Değerli kardeşler, bak bütün bu ayələr olduqca mühümdür. Yəni Allah Subhanahu ve Taala'nın dinində olmaq qədər parçalanmamaq da mühümdür. Yəni qruplaşmalar görürsən ki, məsələn, hətta haqq əhlinin içərisində belə. Yəni doğru əqidədə, doğru mənhəcdədir, amma görürsən ki, qardaşlar parçalanırlar. 3 nəfər orada, 5 nəfər burada, 10 nəfər burada, 2 nəfər orada. Bilin ki, bu xeyir gətirməyəcək. Əksinə, bərəkəti aparacaq. Allah qorusun, bərəkəti aparacaq. Baxın, sünnədən sahabələrin həyatına. Ən birinci Peyğəmbər s.ə.v bu ki, müsəlman müsəlmanın qardaşıdır. Ona əsla zülm etməz. Onu alçaldıb təhqir etməz. Onu yarı yolda qoymaz, ona arxa çevirməz. Təqva buradadır deyərək 3 dəfə əli ilə sinəsini göstərir. Sonra deyir ki, bir müsəlmanın öz müsəlman qardaşını alçatması, onu zəif görməsi günah olaraq ona kifayətdir. Müsəlman müsəlmanın qardaşıdır. Hər bir müsəlmanın o biri müsəlman qardaşı üzərində adı, sanı, malı, namusu haramdır. Yəni, necə ki, baxın, o müsəlman başqa bir müsəlmanın onun malı icazəsiz götürə bilmərsə. Hətta zarafatla belə olmuş olsa icazəsiz götürə bilmərsə. Onun namusu sənə haramdır. Eləcə də onun adı, sanı sənə haramdır. Yəni, sənin haqqın yoxdur ki, bir müsəlman qardaşı alçaldasan, təhqir eləyəsən, onu demək, irzinə toxunasan, məqamın zədələyəsən. Başqa hədisdə gəlir ki, isə bir-birinizə paxıllıq eləməyin, bir-birinizi güdməyin, bir-birinizi casusluq eləməyin və bir-birinizi, dəyərli qardaşlarım, ixtilaf eləyib dartışmayın. Ey Allahın qulları qardaş olun və Peyğəmbər s.ə.v belə nəsiyyət edir. Möminlər bir-biriləri ilə olan qardaşlıqda möhkəm bir bina tikili kimidir. Və sonra əlin birləşdirir, barmaqları bu şəkildə göstərir. Bax, möminlər belə bir-birinə bağlı binanın daşları kimidir. Necə ki, daşlar necə düzülür? Bir-birinə bağlı şəkildə. Aralar yox. Bax, müsəlman da, möminlər də bu şəkildə bax, olmalı, dəyərli qardaşlarım. Sonra Peyğəmbər s.ə.v günlərin bir günü Əbu Əyyub Əl-Ənsari radiyallahu anhuya deyir ki, Ələ ədulluka alə ticarətin. Mən sənə bir ticarət göstərim mi? Əbu Əyyub deyir ki, bəli ya Rasulullah, göstər. Peyğəmbər s.ə.v buyur ki, təs'a fil-islahi beynən-nəsi izə təfəsədu. Gördün ki, aralarında küslülük var, ixtilaf var, aralarında incilik var, qaç o iki insanı barışdır. Qaç o iki insanı barışdır. Bu həqiqətən sənin üçün böyük bir qazancdır. Necə ki, Allah Subhanahu taala buyurur, qardaşlarınızı bir-birindən barışdırın. Aralarında sülh mehribançılıq yaradın.
Sonra Peyğəmbər s.ə.v bu ki, وَتَقَارَ بَيْنَهُمْ اِذَا تَبَاعَدُ Eğer araları soyuqdursa, onların araların yaxınlaşdır. Onların qəlblərin bir-birinə sinişdir. Değerli qardaşlar, böyle məqamdır var. Həqiqətən əzəmətlidir. Səhabələr o qədər bu şeyə diqqət edərlərmiş ki, hətta yol yeriyəndə belə ayrı-ayrı yeriməzlərmiş. Yol yeriyəndə belə sanki namazda cərgədə dayanmış kimi yeriyərlərmiş. Ona görə bugün məsələn insanlar görsən ki, məsələn adı oturanda biri orada oturur, biri burada oturur, biri ayrı və s. və məclisinə pıçıllaşma və doğru deyil. İkisinə nədir? Yaxın olmaq. Qəlbləriniz ayrı düşəcək əgər ayrı-ayrı dayansanız. Hətta namazda cərgədə belə. Peyğəmbər s.ə.v məscidə girir, görür ki, səhabələrin bəziləri girişdə əyləşiblər. Tək-tük. Allah Resulü s.ə.v deyir ki, irəli, qabağa gedin. Nə qədər ki, qabağa gedəcəksiniz, Allah sizi qabağa aparacaq. Amma nə qədər ki, geriyə qalacaqsınız, Allah Teala sizi o qədər gecikdirəcək deyir. Bu necə oldu, qardaşlarım? Səhabələr bu dərəcədə qardaşlıqda, cəmaatlıqda möhkəm bir dərəcəyə gəlib çatdılar və hətta parçalanıb bölünmədilər. Səbəb ən birinci alimlər buyururlar ki, onlara Allah və onun Rəsulü nəsə əmr eləyəndə, tövsiyə eləyəndə onların bir dənə sözü vardır. Səmi'nə və ata'nə. Eşitdik və itaat elədik. Vəssalam. Yəni Allah Taala'nın dinində bir məsələ barəsində onlara danışılanda onlar deyir ki, eşitdik, itaat elədik. Yoxsa məsələn, yox bu necə, bu nə tür, yox bu sual, xeyr. Nə deyir Rasul s.ə.v günlərin biri? Ey insanlar, həcc edin. Ey insanlar, həcc sizə vacib oldu, həcc edin. Kişi qalxır deyir, ya Rasulullah, hər il həcc eləyək. Peyğəmbər s.ə.v heç demir. Aradan biraz vaxt keçir, deyir, ey insanlar, Allah Teala sizə həcci fərz etdi, həcc eləyin. Kişi qalxır deyir, ya Resulallah, hər il həcc eləyək. Peyğəmbər s.ə.v yenə dinmir. Üçüncü dəfə deyir, ey insanlar, Allah Teala sizə həcci fərz etdi, həcc edin. Kişi qalxır deyir, ya Resulallah, hər il həcc eləyək. Peyğəmbər s.ə.v deyir ki, əgər mən bəli desəydim, Allah Teala sizə həcci hər il fərz eləyəcəkdi və siz onu yerinə yetirə bilməyəcəkdiniz. Mən sizə nəyi tövsiyə edirəmsə, onu gücünüz, nə əmr edirəmsə, onu gücünüz çatan qədər yerinə yetirin, nəyi də qadağan edirəmsə ondan çəkinin. Bilin ki, sizdən əvvəlkilərin həlak olma səbəbi çox sual vermələri, bir də peyğəmbərlərinə müxalif olmaları idi. Çox sual, bu niyə belədir, bu nə üçün belədir, bu məsələdə niyə belədir? Məsləhətdirsə Allah Subhanahu taala o şəriətdə bizə bəlli eləyib izah edəcək. Amma məsləhət deyirsə, onu Allah Teala bizə saxlayır, söyləmir. Necə ki, hədisdə gəlir, Allah Resulü Muhammed s.ə.v buyur ki, Allah Teala sizə bəzi əməlləri fərz edib, o fərzləri yerinə yetirin və zay eləməyin. Bəzi şeyləri sizə haram eləyib, o haramlara düşmür. Bəzi məsələlərdə sizə hədd qoyub, o həddi aşmayın. Və bəzi şeylərdə isə unutduğundan yox ha, sizə olan rəhmətindən susub, o haqda heç deməyib. Siz də o şeyi araşdırmayın, axtarmayın. Dəyərli qardaşlar. Ona görə, bax onlar buna görə Allah Subhanahu taala onları sabit saxladı. Onlar Allahın dini gələn yerdə eşitdik, itaat edib deyirdilər. Eşitdik, itaat edib deyirdilər. Buna baxmayaraq, yəni bəzi əməllərdə olan arasında fikir ayrılığı düşmüşdü. Fikir ayrılığı düşmüşdü fiqhi məsələlərdə, yaxud da başqa şeylər. Dində yox ha, digər işlərdə. Lakin bu onların heç birinin savab və mükafatına heç nə aparmadı. Rasul s.ə.v buyurur ki, İzə hakəməl hakimu fəçtəhədə fəəsabə fələhu əcran. Əgər bir şəxs bir məsələdə hökm verər, çalışar, iştihad etdikdən sonra hökm verərsə ona 2 savab var. Niyə görə? Bir, çalışdığına görə, 2, haqqa isabət etdiyinə görə, haqqı tapdığına görə. Amma əgər insan çalışar, bir məsələ haqqında axtarır, araşdırar, haqqı tapa bilməsə görə ona 1 savab var. Yəni, savab niyə görə var? Çünki çalışıb, haqqı axtarıb. Hətta haqqa uyğun isabət eləməsə belə və bax buna görə onlar salamat qalırlar. Sonra əziz qardaşlarım, Allah Subhanahu və Teala bizlərə yenə Quran-ı Kərimdə
nəsihət edir bu ki, İnnə həzihi ummətukum ummətən vahidə. Həqiqətən də sizin bu ümmətiniz bir ümmətdir. Və ənə rabbukum. Mən də sizin Rəbbinizəm fə'budun. Mən cihazdır. Bundan olur. Səbəbini bilmirəm nədən, amma belə bundan olur, yəni qardaşlarım. Allah Teala Əl-Ənbiya surəsi 92-ci ayədə buyurur ki, baxın, çox möhtəşəm bir ayədir. İnnə həzihi ummətukum ummətən vahidə. Bax, sizin bu ümmətiniz bir ümmətdir. Və ənə rabbukum. Mən də sizin Rəbbinizəm. Mən də sizin Rəbbinizəm. Yaxşı, necə olur bu ümmət bütöv qalır, cəmaat olaraq qalır, parçalanmır? Allah Teala fə'budun. Mənə ibarət etməklə. Allaha ibarət etməklə. Demək, insanları birləşdirən, o vəhdət deyilən şey, o birliyi yaradan şey Allaha doğru düzgün ibarət etməklə olur. Tövhid ilə olur, sünnə ilə olur. Yoxsa şirklə, bidətlə, xurafatlarla olmur. Bugün bəzi insanlar var, deyirlər ki, bizi birləşdirən bidət bizi ayıracaq sünnədən daha xeyirlidir. Bizi birləşdirəcək, mehriban edəcək bidət. Nə işin var? Bax, görsən, hamısı topalaşıb edirlər, mehribansılıqdır və s. Bizi ayıracaq, aramıza söz-söhbət salacaq sünnədən daha xeyirlidir. Belə bir zəlalət söz ola bilər. Bidətin heç vaxt insanı birləşdirə bilməz. Heç vaxt insanlar bidətlə qardaş ola bilməz, güclü ola bilməz. Əksinə, insanları birləşdirən, qardaş edən Allah Resulü s.ə.v-in sünnəsidir. Baxın, bu ümmət ən güclü ümmət idi, elə deyilmi? İslam ümməti. Nə vaxt zəifləməyə başladı, qardaşlarım? Bidətlər ortaya çıxandan sonra. Səhabələr öz dövründə ən böyük imperiyaları süquta uğratmışdılar. Bilirsiniz, Həzrəti Ömərin dövründə iki böyük imperiya. Biri Sasanilər, biri də Bizans diz çökmüşdülər. Yaxşı, o cür güclü dövlət necə zəifləməyə başladı? Xavariz və Rafizlərin çıxması ilə. Abdullah ibn Səba kimi şəxslərin çıxmaları ilə başladılar Həzrət Osmanın dövründə ilk gördükləri də iş nə oldu? Bilirsinizmi? Səhabələri öldürmək. Yəni ilk gördükləri iş Həzrət Osmanı və ailəsinin qətlə yetirmək oldu. Onu məzlum da şəhid elədilər. Və o dövrdən başlayan o fitnə, o oyuq indiyənə qədər onun fəsadları gedir. Və beləcə keçdilər Həzrət Əliyi öldürdülər. Həmin o xavariclər. Həzrət Osmanla dayanmadılar, Həzrət Əliyi öldürdülər. Amr ibn Ası yaraladılar, Muaviyyəni yaraladılar. Nəhavətdə döyüşdülər. Başqa. Sıffeyndə sahabələr arasında ixtilaf saldılar. Və sonraki müsəlman dövlətlər də məhz onların hesabına, necə deyərlər, əvvəl güclü olsa da sonra zəifləməyə başladı. Ən böyük imperiyalara baxın, sizdə yaxşı olur, yaxşı dövlət olur. Amma sonraki bidət yayılır, başlayır zəifləmə. Əvvəlində ki, sünnə olduğuna görə güclü qüvvəli olurdular. Və biz yaxın tarixdə, qardaşlarım, haçan ki dindən uzaq düşdü, torpaqlarımızı itirdik, elə deyirmi? Torpaqlarımız düşman əlindən tapdaq oldu. Lakin haçan ki dinə qayıtdıq, bidətə yox ha, sünnəyə qayıtdıq, Allah subhanahu ta'ala bizə izzət bəxş edir və biz möhtəşəm bir zəfər qazandıq. Yenə Allah subhanahu və ta'ala buyur ki, وَلَا يَزَالُونَ مُخْتَلِف۪ينَ إِلَّا مَنْ رَحِمَ رَبُّكُ. Görürsən ki, insanlar hələ ixtilafdadırlar, yalnız Rəbbinin rəhm etdiyi şəxslərdən başqa. Çox möhtəşəm bir ayədir. Demək, ixtilaf eləməyən, tartışmayan, mübahisə eləməyən, mübahisədən qaçan adam Allahın rəhm etdiyi şəxsdir. Bəzən deyirik, elə deyilmi, bizə necə rəhm olunsun? Demək, ixtilaflardan qaçmaq. Rasul s.ə.v buyurur ki, mən haqlı olsa belə mübahisədən qaçan şəxsə cənnətin kənarında ev veriləcəyinə zamirəm. Haqlısan. Haqlı ola çəkil qırağa. Mübahisəni dayandır. Sənə cənnətdə Peyğəmbər s.ə.v ev zamin durur, qardaşlarım. Çoxdur əlbəttə ayələr, hədislər, lakin həm vaxtımız, həm necə deyərlər, imkan ona müsaitdir. Ona görə elə bu oxuduğumuz ayələri başa düşüb dərk eləməyə çalışsaq və hədisləri bilərik ki, dinimizdə tövhiddən sonra, Allaha ibadət etdirməkdən sonra ikinci gəlir cəmaat olmaq və firqələrə bölünüb parçalanmamaq. Necə ki, bax, bu ayəni mütləq yaxşı yadda saxlayaq. İnnə həzihi ummətukum ummətən vahidə.
Bu sizin ümmətiniz bir ümmətdir. Və ənə rabbukum. Mən də sizin Rəbbinizəm. Fa'budun. Elə isə mənə ibadət edin. Demək, Allaha ibadət olsa, doğru, düzgün şəkildə Allahın iznilə cəmaat olunacaq və firqələrə bölünüb parçalanma olmayacaq. Bir iki şey də deyim inşallah, bu da qeyd olunmalıdır. Bəziləri uydururlar ki, Peyğəmbər s.ə.v adından güya deyib ki, ümmətimin ixtilafı Allahın rəhmətindəndir. Bu çox batil bir sözdür. Peyğəmbər s.ə.v belə bir söz söyləməyib. Bu söz Quran-ı Kərimdə neçə ayəyə, Rasul s.ə.v neçə hədisinə əksdir, müxalifdir. Əksinə, Peyğəmbər sallallahu aleyhi və səlləm səhabələrin hələm bir məsələdə ixtilafda görəndə onlara deyir ki, mənə nə olub ki, sizi belə görürəm. Yəni, onlara demədi ki, işiniz yoxdur, qoy ixtilaf eləsinlər, Allahın rəhmətindəndir. Hətta başqa səhabələrə deyir ki, səndə cahiliyyətdən əlamət görürəm. Sizin bu tartışmağınız mənə sizin cahilliyinizi xatırladır. Bunlar isə deyirlər ki, dəymə, qoy ixtilaf eləsinlər, Allahın rəhmətindəndir. Boş sözdür, qardaşlar bunlar. Ona görə bunlara da fikir vermək lazımdır. Demək, Allah Taala'nın dinində bizi əsas cəmaat olub saxladan ən başlıca amil Allaha ibadət eləməkdir. Doğru əqidə, doğru minhəclə, tövhidlə, sünnə ilə və şirkdən, bidətdən uzaq olmaqla. Və sonra bizə bu səbəblə Allah Taala rəhm eləyəcək. Güclü və xeyirli və bərəkətli cəmaat olacağıq Allah Taala'nın izni ilə. Və beləcə biz artıq ikinci əsası da bitirib tamamladıq. İnşallah gələn dərsimizdə isə üçüncü əsası öyrənməyə başlayacaq. Allah Taala bizləri eşidib başa düşüb faydalanan və ən gözəlinə tabi olan qullarından etsin. Allah Taala bizə ilk öncə ona ixlasla, tövhidlə, sünnə ilə ibadət eləməyə müvəffəq eləsin. Bizi şirkdən, bidətdən, xurafatdan çəkindirsin və sonra bizə elə ixlas üzərə, tövhid üzərə, sünnə üzərə qardaş, mehriban cəmaat olmağı nəsib eləsin. Həqiqətən də bərəkət cəmaatdadır. Bərəkət cəmaatdadır. Allahın əli cəmaatla birlikdədir. Hamısı qardaşlarım. Və Peyğəmbər s.ə.v buyurur ki, cəmaat olun, mehriban olun və ayrılmayın, firqələşməyin, qruplara bölünməyin. Bilin ki, şeytan 2 nəfərdən əlin üzüb, onlara fitnə eləyəməyəcək. Amma bir nəfəri yaxalayacağına əmindir. Arxayındır ki, o tək olanı açansa mən yaxalayacağım. Allah köməyiniz olsun. Uca Allah bu gözəl məclisi hazırlayan qardaşlardan razı olsun. Mallarına, mülklərinə, ailələrinə bərəkət versin. Övladlarını salihlərdən eləsin. Və Allah Teala bizə yenidən görüşməyi və elm öyrənməyi nəsib müyəssər etsin. Ən gözəlindən doğrusu Allah bilir. Subhanəkə Allahümmə bihamdik. Əşhədu ən la ilahə illə ənt. Əstəğfiruka və ətubu ileyh.